Salamlar, hər vaxtınız xeyir olsun. Bu videom ikinci şans imtahanına girəcək abituriyentlərə dəstək məqsədi ilə çəkilir və çalışacağam ki, video kifayət qədər qısa və anlaşılıqlı olsun, öyrədici olsun. Deməli, ola bilər ki, sizin qarşınıza hər hansısa bir test tapşırığı çıxar və burada soruşar ki, aşağıdakı canlılardan hansında həzm olmamış qalıqlarla ifrazat məhsulları bir-birinə qarışır. Bu zaman siz düşünməlisiniz hansı canlıları, hansı ki onların malpighi borusu var və ya kloakası var. Deməli, həzm olmamış qalıqları ilə ifrazat məhsulları qarışan canlılarda ya malpighi borusu var, bu onurğasızlarda olur, ya da kloaka var, bu onurğalılarda olur. Malpighi borusu onurğasızlardan boğmayaqlar tipinin 2 sinifində təsadüf olunur. Bu hörümçək kimilər və həşəratlar sinifidir. Malpighi borusu deməli bir ucu kör qurtarır, bədən boşluğundan başlayır, digər ucu isə bağırsağa açılır. Bildiyimiz kimi həm hörümçək, həm də həşəratlarda qan həm qidalı maddələri, həm də ifrazat məhsullarını daşıyır. Lakin həşəratlardan fərqli olaraq hörümçək kimlərdə qan həm də qaz daşıyır. Deməli qan qidalı maddələri daşıdığı kimi həm də ifrazat məhsullarını daşıyırsa və hər iki sinifdə açıq qan damar sistemi varsa, deməli bədən boşluğunda qana rast gəlinir və qanın tərkibində ifrazat məhsulları toplana bilər. Deməli, malpighi borularının bir ucu kör qurtaran ucu, hansı ki bir ucu kör qurtarır, öz başlanğıcını həmin bədən boşluğundan götürəcək, ifrazat məhsullarını toplayacaq və onu açacaq bağırsağa. Deməli, belə çıxır ki, bağırsaqda həzm olunmamış qalıqlar ilə ifrazat məhsulları bir-birinə qarışır. Onurğasızlardan həmin bu iki sinifdə. Bəs xordallar tipinin onurğalılar yarım tipində kloaka neçə sinifdə təsadüf olunur? Suda qurda yaşayanlar, sürünənlər, quşlar və ilk məməlilərdə. Soruşsa neçə sinifdə təsadüf olunur? Bizdən soruşarsa 4 sinif götürərik. Lakin sualı belə qoya bilər. Onurğalılar yarım tipinin neçə sinifinin bütün nümayəndələrində kloaka var, onda məməliləri buradan çıxacaq. Suda qurda yaşayanlar, sürünənlər və quşların bütün nümayəndələrində kloaka var, lakin məməlilərdən sadəcə ilk məməlilərdə var. Və hər bir sinifi üzərində öyrəndiyimiz nümayəndəsi misalında bura yazmışam. Qurbağalarda kloakaya nə açılır? Əvvəla deyək ki, kloaka bağırsağın genişlənmiş hissəsidir. Deməli, arxa bağırsağın genişlənmiş hissəsi kloaka adlanır. Qurbağada kloakaya 2 sidik axarı, dişilərdə 2 yumurta borusu, erkəkdirsə 2 toxum çıxarıcı boru və 1 bağırsaq açılır. Belə çıxır ki, deməli 5 axar açılır. 2 sidik axarı, 1 bağırsaq 3, dişidirsə 2 yumurta borusu edir 5, erkəkdirsə 2 toxum çıxarıcı boru yenə edəcək 5. Kərtənkələdə də vəziyyət qurbağada olduğu kimidir. Kloakaya 2 sidik axarı, 2 yumurta borusu və 1 bağırsağın axarı açılır. Əgər erkəkdirsə yumurta borusunu toxum çıxarıcı boru ilə əvəz edəcək. Neçə sistem açılır soruşsa, həzm sistemi, ifrazat sistemi və cinsiyyət sistemi. Bu 3 axar kloakaya açılır. Quşlarda isə vəziyyət bir qədər fərqlidir və göyərçin misalında dişi və erkək göyərçində mən bunu sizə diqqətinizə çatdırmaq istəyirəm. Dişi göyərçində kloakaya 2 sidik axarı açılır. Bunlarda bildiyimiz kimi sidik hissəsi yoxdur. Və quşlarda uçuşla bağlı olaraq sidik hissəsi reduksiyaya uğradığı kimi yumurtalıqlardan da sağ yumurtalıq reduksiyaya uğramışdır. Deməli, sol yumurtalıq və sol yumurta borusu var və sol yumurta borusu 1 ədəd yumurta borusu açılacaq, bir də 1 bağırsağın axarı. Dişilərdə, dişi göyərçində 4 axar. Erkək göyərçində isə 2 sidik axarı, 2 toxum çıxarıcı boru, çünki erkəklərdə toxumluqların hər ikisi var və hərəsindən 1 ədəd olmaqla 2 toxum çıxarıcı kanalda kloakaya açılır və 1 bağırsaq, 5 axar. İlk məməlilərdə, yəni yexidna və ördək burunda, dişilərdə kloakaya 2 sidik axarı, onlarda da yumurtalığın bir reduksiyaya uğradığı üçün 1 yumurta borusu dişilərdə, 1 bağırsaq olmaqla 4 axar. Erkəklərdə isə 2 sidik axarı, 2 toxum çıxarıcı boru və 1 bağırsaq olmaqla 5 axar açılır. Ümid edirəm anlaşılıqlı oldu. Əgər nəsə bir sualınız yaranarsa, şərh bölməsindən zəhmət olmasa yazın və çalışacağam ki, cavablayım. Ola bilər ki, insanı hardasa mənim də gözümdən qaçan məqamlar ola bilər. Yenə də mədəniyyət çərçivəsində yazıb bildirə bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm. Əgər faydalı oldusa, zəhmət olmasa bəyənməyi və şərh yazmağı unutmayın. Bu mənə motivasiya olur və mən imtahana qədər sizlərə çalışacağam ki, dəstək olum.